Salam dəyərli müəllimlər. İbtidai sinif müəllimləri üçün keçirilən sertifikasiya imtahanında riyaziyyat fənnindən olan sualın izahına baxırıq və burada Nazirlik tərəfindən rəsmi statistika paylaşılıb ki, bu sualı 66%, yəni 2418 nəfər cavablandıra bilməyib və ya boş qoyub. Baxaq sualımızın izahına. Eni 15 metr, uzunluğu 23 metr olan əkin sahəsidir. Əvvəlcə biz əkin sahəsini hesablayaq. Bu düzbucaqlı formasındadır. Eni 15, uzunluğu 23. Sahəni necə taparıq? Enin uzunluğuna vurmaqla. 15-i 23-ə vurduq, bərabər elədi 345 kvadrat metr. İşçi hər gün 15 kvadrat metr ərazidəki məhsulu toplamağı planlaşdırırdı. Burada növbəti hissədə ikinci işçi də var. Demək ki, işçidən söhbət gedir. Onda deyə bilərik ki, birinci işçiyə gün ərzində 15 kvadrat metr ərazidəki məhsul toplamaq planlaşdırılır və o 9 gün plan üzrə işləyir. Onda birinci işçi nə qədər iş görür? 9-u vuraram 15-ə, bərabər eləyir 135 kvadrat metr. İkinci işçi bir gün ərzində, sonra ikinci işçi dəvət olunur və ikinci işçi bir gün ərzində 9 kvadrat metr ərazidə məhsul toplaya bilir. İkisi birlikdə 8 gün işlədikdən sonra. İndi gəlin, iki işçinin hər birini 8 gün işlədək. O zaman günü vuracaqsan, hər işçinin bir gündə gördüyü işin cəminə. Birinci işçi bir gündə 15 kvadrat metr ərazi demək toplayırdı. İkinci işçi isə gün ərzində 9 kvadrat metr. İkisini bir gün hesablayıb 8-ə vuracaq. Toplayıb 8-ə vururuq. Bu elədi 192 kvadrat metr. Artıq tək işçi 135, ikisi birlikdə 192. Nə qədər ərazi qalıb? Ümumidən 345-dən çıxacam 135 üstə gələk 192 kvadrat metrə. Bu da 345-dən 327-ni çıxırıq, qalır 18 kvadrat metr. Yəni, məhsul toplanmamış ərazi 18 kvadrat metrdir. Doğru cavab A.